Salam Azərbaycan xalqı, hər vaxtınız xeyir olsun. Dəyərli ağsaqqallarımız, ağbirçəklərimiz, analar, bacılar. Bugün Ramazan bayramı münasibətində Sumqayıt şəhərində şəhid ailəsindəyik. Gizir kəşfiyyatçı, snayperçi Nəsibov Elmarın ailəsindəyik. Ağbirçəyimizi gəlmişik, evində ziyarət edəyik. Allah cəmi şəhidlərimizin ruhlarını şad eləsin, yerlərini, məkanlarını cənnət eləsin. Allah bir daha Azərbaycanımıza müharibə qismət eləməsin, sülh və əmin-amanlıq olsun inşallah. Allah sizə uzun ömür, can sağlığı versin. Eşitdik ki, bir balaca azarlanmışsınız, ona görə də gəldik ki, sizi ziyarət edək inşallah. Allah sizə uzun ömür, can sağlığı versin. Biz sizlərin hesabına, sizin dünyaya gətirdiyiniz evladların hesabına, şəhidlərimizin hesabına biz bugün yaşayırıq, nəfəs alırıq. Əgər evimizdə rahat yata biliriksə, sizlərin hesabına yaşayırıq. Ona görə şəxsən mən Ramil Pirəliyev sizin qarşınızda baş əyirəm. Şəhidlərimizin, şəxsən Elmar qardaşımın qarşısında baş əyirəm ki, sizə minnətdarlığımı bildirirəm ki, belə gözəl, igid evlad yetişdirmişsiniz, vətənpərvər evlad yetişdirmişsiniz və son damla qanına qədər bu torpaqlarımız üçün, Azərbaycanımız üçün döyüşüb və şəhid olub. Bir balaca zəhmət olmasa, Elmar qardaşımız üçün, qardaşımız haqqında məlumat verərdiniz, zəhmət olmasa. Bu izləyicilərimiz də bilsinlər, çünki paylaşacağım inşallah. Çox sağ olun müəllim. Siz bir dəfə bugün yox, bir neçə dəfə gəlmişsiniz bizə. Ziyarət eləmişsiniz, çox sağ olun, təşəkkür edirəm. Düz deyirsiniz, şəhid, evimizin şəhidim, tək mənim şəhidim deyil, ona görə də sağ olun. Həmişə ziyarət edirsiniz, o cümlədə mənim oğlumun da bugün burada demək olar ki, işığına yığışmışıq, bayram günüdür, gəlmişsiniz, çox sağ olun. Elmar, bəli. Mən bildiyimə görə bu evdə, bu ailədə, bu nəsildə iki şəhid var. Elmar qardaşımın əmisi də şəhid olubdur. İkinci Qarabağ müharibəsində. Bəli. 2 həftə sonra bir-birindən xəbərsiz, bir-birini axtara ikisi də 2 həftə ərzində Nəsibovalar ailəsində 2 şəhid oldu. Bəli. Sağ olun, mənim oğlum da kəşfiyyatçı olub. Güclü kəşfiyyatçı olub. Mən demirəm onu, onun iş yoldaşları deyil, hərbçilər deyil. Yəni xalqını, millətini, vətənini sevən oğlan olub. Vətənpərvər oğlan olub. Allah oradan şəhidləsin. Xalqını sevən olub, bayrağını, onun profillərindən tapıram, indi nə qədər olub Instagramda baxıram. Bütün şəhidlərin əksəriyyətində görürəm bayraq üstündə, silah çiynində, ancaq bayraq üstündə. Elə buradan mən eşitməsəm də, özüm hiss eləməsəm də, amma evlat mənim idi, görürdüm. Mənim oğlumun vətənpərvər olmağı, o bayrağı üstünə sərməkdə, bayraqla rəl getməyindən məlum olur ki, mənim oğlum çox vətənpərvər olan olur. Təbii ki. Bir dənə TikTok'da yazmışlar mənə, Elmar'ın adına yazmışlar ki, komandir olub Qazaxda. Elmar Qazaxda əsgərliyini orada çəkildi. Deyir, komandir olmuşdum. Bir gün getdim, Elmar iş başındaymış deyəsən. Getdim, gördüm deyir, uzanıb, üstünə də bayrağı çəkib. Bayrağı çəkib uzanıb. Deyir, hissləndin. Deyir, dedim, bu nə deməkdir? Bayrağı niyə üstünə çəkirsən? Sonra deyir, elə oldu ki, qutaranda, əsgərlik qutarıb gələndə, gəldi, deyir, məndən sağollaşanda, stolun üstündə bir bayraq var idi. Deyir, mənə dedi ki, yoldaş komandir, olar mı bayrağı götürəm? Deyir, inci kimi yadımdadır. Deyir, dedim, götür. Deyir, yəni, sənin oğlun belə oğluydu. Hara gedəndə o bayrağı özündən bərabər aparır. Deməli, mənim oğlum doğrudan vətənpərvər olub. Bəlkə də mən o qədər hiss eləməmişdim onu.
Ama bu deyilənlər, yazılanlar çox sağ olsunlar onun hərbi yoldaşları da ki, onun o xəsiyyətlərini mənə çatdırır, mən nə qədər dərd içində olsam da, ani də olsa da, uzun müddət yox, ani də olsa, həmin anı mən bir dəqiqə də olsa, bir saniyə də olsa, deyirəm, onun haqqında yaxşı sözlər eşidirəm. Ama şəxsən qarşınızda baş əyirəm bir daha, şəhid anası olaraq, vətənpərvər igid evlad yetişdirərək və o şəhidlik zirvəsinə yüksəlib, vətənpərvər igidliyi sizlərdən öyrənib, siz özünüz müəllimə işləmişsiniz, neçə illərdir. Müəllimə, ana kimi, müəllimə kimi, yəni Azərbaycanımıza, gənclərimizə təhsil vermişsiniz, savad vermişsiniz. Yəni bu özü bir böyük fədakarlıqdır Azərbaycanımız üçün, xalqımız üçün. Necə deyərlər, Allah ruhlarını şad eləsin. Amin Allah, çox sağ olun. Allah köməyiniz Siz olsun. çox gözəl dediniz. Bütün Azərbaycan xalqını, şəhidlərinin hamısını ruhları şad olsun. Amin. Qazilərə Allah şəfa versin. Müharibədə iştirak edənlərə də Allah can sağlığı versin və bu dəqiqə Azərbaycan ordumuzu Allah qorusun deyərəm. Amin inşallah. Çünki sərhəddədirlər hamısı, soyuq üstü bilmirlər. Bir daha deyirəm, Azərbaycan balalarını Allah qorusun. Amin. Vətənimizə Allah qorusun. Bizim Bayrağını da balamın həmişə enbəz eləsin. Amin inşallah. Bu mənim oğlumun bayrağı. Mən hər yerdə yazıram. Mənim oğlumun bayrağı həmişə dalğalansın özü yüksəkliklərdə. Allah köməyiniz olsun. Bizimlə bir yerdə bugün Rəna xanım, Azərbaycanımızın dəyərli həkimi Rəna Rızayeva da mənimlə bir yerdə gəlib şəhid anamızı ziyarət eləmək. Rəna xanıma adətən el arasında şəhidlərimizin, qazilərimizin mənəvi anası da deyirlər. Yəni çünki hər zaman qazilərimizə dəstək olub, yardım olub, kömək olub hər cəhətdən, hər anda, hər dəqiqələrində yanında olub. Ona görə də Rəna xanım, zəhmət olmasa siz də bir-iki kəlmə şəhidlərimiz haqqında zəhmət olmasa məlumat verin. Ondan da Şəhid ailələrin yanında olmaq bizim hər birimizin mənəvi vətəndaşlıq borcudur. 40 günlük müharibədən sonra mən də özümə borc bildim. Yəni döyüş zonasına gedə bilməsəm də, döyüşdən sonra arxa cəbhədə qazilərimizə dəstək olmaq istədim. Bir koordinator kimi həkimlərə yönəlməsində, müalicəsində kömək elədim. Şəhid ailələrini mövlud günlərində, il dönümlərində iştirak elədim və bu öz içimdən gələn bir hissli duyğudur və hər bir vətəndaşın bugün borcudur ki, şəhid analarımızın, şəhid bacılarımızın, qazilərimizin, veteranlarımızın yanında olub onlara dəstək olsunlar. Bundan sonra müharibə olmasın inşallah. Allah can sağlığı versin. Bundan sonra Ramazan bayramlarımız əmin-amanlıq içində gəlsin. Amin Xalqımızı da təbrik edirəm. Can sağlığı arzu verin. çox sağ ol, çox sağ ol Rəna xanım. Sürayana, üzr istəyirəm, sizi də kövrəltdim. İstəməzdim bayram günü ağlayasınız. Qarşınızda bir daha baş əyirəm. Şəhidlərimizin, Elmar qardaşımın simasında bütün cəm şəhidlərimizin ruhlarının qarşısında baş əyirəm. İstər 1-ci Qarabağ müharibəsi şəhidi, istər 2-ci Qarabağ müharibəsi şəhidi, şəhidin tələsi köynəsi olmur. Şəhidlərimizin hamısının ruhu qarşısında baş əyirəm. Allah qazilərimizə də uzun ömür, can sağlığı, şəfa versin inşallah. Allah bir daha Azərbaycanımıza müharibə qismət eləməsin. Necə deyərlər? Vətənimizi Allah qorusun. Amin inşallah. Allah qorusun. Allah Azərbaycanımızı Bir daha saxlasın. müharibə olmasın. Sülh və əmin-amanlıq olsun inşallah. Allah bu bacımıza da can sağlığı versin ki, bizi işıqlandırır, bizi kameraya çəkir, var olasın bacısı. Allah razı olsun. Hər zaman bu evə xeyir işləri gələk inşallah. Sağ olun. Amin. sağ olun. Çox sağ olun, var olun. Sağ olun mənim. Çox sağ olun. Allah razı olsun sizdən.